Qardaşım mənim, görürsən buranı. Bura Xırdalanın Av Parkın girişidir. Bir dənə oranı da çəkə bilərsən. Xırdalanın Av Parkın girişi. Bura isə əsas mərkəz. Evimiz 50 metr, 50 metr də deyil, 40 metr. Bax, döndün evimizdir. Gedək evimizlə tanış olaq. Möhtəşəm. Özü qiymət nə? Heç neçəyə. Gəl. Belə bir həyəti var. Balaca xudmani həyəti. Bax, belə ürəyin istəyən. Qəşəng xudmani həyəti var. Gəl. Özü kürsülü evdir. Qəşəng kürsülü evdir. Buradan çək qardaşımı güzgüdən qəşəng düşür. Hə, Kərbəlayı, möhtəşəm bu ev. Girən kimi bir dənə qoxuramız. Bax, qardaş, belə bir ev, belə bir kupçayla, belə bir mənzil, yolun qırağında, məktəbin, bağçanın, Av Parkın, nə bilim, qardaş, hər şeyin yanı. Belə bir dənə otağımız, səliqəli. Gəl. Sonra, bir dənə otağımız burada. 3 otaq kupçalı, qardaş. 3 otaq kupçalı. Mənzil hələmələm ələ keçəndə öl. Gəl bura. Gəl Kərbəlayı, bax. Sağ olsun qardaş, gör nə işlər görməyək. Gör nə işlər görməyək. Televizor üçün yerin. Qardaşım, yekə alarsan, bunu çıxardarsan, buradan bir etmə yana vurarsan. Bax, qardaşım, 3 otaq. Kupçalı. Av Parkın girişi ilə üzbəüz. 50 metr də yoxdur. 30-40 metr məsafədə. Qardaş, hər şey yanındadır. Kupçalı, 3 otaqlı, mənzil, çıxır, satışa, qiyməti cəmi 70 min manata. Allah alana da, satana da xeyir eləsin, yolu da görsətdim daha hardadır. Hə, bir də nəzərinizə bunu çatdırım. Hamam sanzer qalıb, gəl bura. Gəl bura. Bir dənə bunu da çək, Kərbəlayı. Çünki biz, niyə görə bu axıra saxladım? Əslində yadımdan çıxmışdı. Elə yadımızdan belə yerlər yadımızdan çıxsın. Elə namaz qılınıb, dua oxunan otaqlar həmişə yadımızda qalsın. Öpürəm.